Assalamu alaikum hörmətli televizor görgüçülər. Görüb atqınızlar Erkin Asiya Radiosu Tor televiziyasının həftəlik xəbərlər proqramısı. Məzkur proqramımızda muşu bir həftə jarayonida radiomuzda Uyg'urlarga dair berilgan bir qism mühim xəbərlərni təkrarlab ötdümiz. Mən Erkin. Mən Gülchehra. 10 sentabr Guman ayısida bomba partlaş yüz berib, Naillik Saqçı İdarəsinin muavin başlığı ölgən bolsunmu, lekin bugünkü qədər Xitay hökumət taratqullары heç qandaq xəbər vermedi. Radyomuzdan ilgilişçe növbətdə saqçı dairələrinin vaqəyə çetişlik gumandarlardan 10 kişiyə tutuş buyruğu çıxarıldığı məlum. Ularning içində Kökü Yariyisidən Mahmud, Məmtimin, Ablat qatarlıq 4 nəfər gumandar var ikən. Məlum buluşca Xitay hökuməti gumandarlarını tutuşqa yardımlaşqanlarının aldığa 300-400 min yuan, arqısığa 20-30 min yuandan söyünçü berdiğanlığını elan qılgan. Vicdan məhbusi İlham Toxti 2014 15 yanvar günü Beijingdeki öydün tutulup ketilip, şu yılı 23 sentabrda Milli Qutratquluq ve bölgünçilik cinayeti bilen Ürümçide ömürlük qamakka hüküm kılıngan idi. İlham Toxti qamalğınıga 2 yıl tolgan bugünkü günde o kolga elinişinin aldı kayındaki vaqalar ve onun növbətdeki təqib astıdaki hayatı qaytadan xalqara cemaatçiliginin diqqatini qozğamakta. Radyomuz bu münasebet bilen onun aynı vakitte radyomuzu kaldırgan avazlık bayanlarını anlıqçılar diqqətiga sundu. Börtalada olturuşluq Rabixan ana 2 haftadan buyan radyomuz ziyaretini qabul qilib, özünün Norvegiyadagi o'g'lini ko'rish orzusining to'sqinlikqa uchirganligini, pasportining saqchilar tarafidan tartib olinganligini bildirgan edi. Ma'lum bo'lishicha, Xitoy saqchi taraf Rabixan onaning shikoyatlariga dastlab quloq yopirgan bo'lsa-mu, lekin yaqindan buyon beoram bo'lishga boshlagan. Aldınqı kuni Börtala saqchi taraf Rabixan onaga chet el axborotining ziyoratini qabul qilmaslikni, agarda u pasport to'g'riliq arz shikoyatidan voz kechsa, uni hal qilishga yordam qilganligini bildirgan. Tevfik mukofoti Turkiyadagi oliy maktablarda bakalavrlik, magistrlik va doktorlik ilmiy unvoni uchun o'qiyotgan Uyg'ur o'quvchilarga tasdiqlangan o'qish mukofoti bo'lib, uni tarqitish ishi bu yil 3-yilga qadam qo'ydi. Muhammad Ali Tevfik 1930-yillarda Milliy Qutulish inqilobi va uning natijasida maydonga kelgan milliy oqartish harakatida muhim rol o'ynagan Uyg'ur shaxslarining biri. Onun namığı tasdiqlangan bu o'qish mukofoti İstanbuldagi Uyg'ur akademiyasi tarafidan 2014-yildan boshlab tarqitilishga boshlagan. Uyg'ur akademiyasining mas'ullaridan doktor Abdulhamid Qaraxon bilan professor Alimjon Inoyat bu haqda uchur berib, bu yillik Tevfik mukofotining Turkiyada o'qiyotgan 10 nafar munavvar Uyg'ur o'quvchiga berilganligini bildirdi. Uyg'urlarning G'arb dunyosidagi muhojirat hayoti 70 yilga bag'ishlangan bugungi kunda keyingi avlodlarning ona til masalasi butkul jamoatchilikni jiddiy o'ylantirmoqda. Yevropa ellari bilan Turkiyada yashayotgan Uyg'ur jamoatining ko'p qismi muhojiratdagi hayotda Uyg'ur ona tilini saqlab qolish, Uyg'ur milliy kimligini saqlab qolishdagi eng muhim oshqo'sh deb qaraydi ekan. G'arb ellərdəki Uyğur sərxilləri, cümlədən Uyğur cəmaatçılığı arasında aktiv rol oynayotgan hər sahədəki ziyalılar muhacirətdəki Uyğurlarning ana til məsələsi haqqında fikir bayan qilib, onun bir təxirsiz məsələ ekanligini bildirdi. Rossiya Alam Boşluğu İdarəsinin yaqında aşkarlashicha, Rossiya Uyğur Avtonom rayonidan Rossiya Sunniy Hamra raketalarının parçaları tushadigan yer ijara elishni planlamoqda ekan. İgənilişçə Rusiyanın bu planı bu yıl 6. ayda Putinning Xitoy ziyarati jarayonida ikki tarafning olam bo'shlig'ini ichish jihatdagi hamkorlik kelishimi asosida o'tirib qo'yilgan ekan. Ammo Rossiyaning bu plani muhojiratdagi Uyg'ur tashkilotlari va mutaxassislarning qarshilig'iga uchirdi. Qozog'istondagi Uyg'ur siyosiy faoliyatchi Qahramon G'o'janberdi bu haqda jiddiy inkas qaytirib, bu plan Uyg'ur elidagi xalqning hayoti va bexatarligiga jiddiy tahdid paydo qiladi deb ko'rsatdi. Hörmətli televizor görgüçülər, Erkin Asiya Radiosu Tor televiziyasının həftəlik xəbərlər proqramısını gördünüz. Diqqət bəginizlərə rəhmət. Kelər həftə görüşəylik. Xeyr xoş.